Rəza xanım, gördük. yadınızdadırsa biz 3 il bundan qabaq elə bu ofisdəydi, burada studiyadaydı biz. Bir yerdə oturduq, Söhbət elədik. söhbət elədik ya. Ürəkdən söhbət elədik ya. Ürəkdən söhbət. O ürəkdən söhbət mənim həyatımı dəyişdi və milyonlarla insanın həyatına təsir elədi və hələ də təsir eləməkdə davam eləyir. Rəza xanım, o dövrdən mən müəyyən bir proqres keçdim də, amma bilirsiniz də, insan bir proqresə keçəndən sonra sanki bir boşluğa düşür. Həmin momenti, həmin o çətinliyi keçir və keçəndən sonra bilmir neynəsin. Biz neynəməliyik bu hala düşəndə? Baxır, sizin neçə yaşınız var? Fuad müəllim, bu dəqiqə sizin neçə yaşınız var? Bu dəqiqə hal-hazırda 42-dir. 42. Mən o yadınızdadır, bir dəfə bir mövzu biz sizi ilə danışırdıq. Hər 12 ildən bir. Qoyun mən insanın tunel məsələsi. Tunel məsələsi. Siz bu dəqiqə tuneldəsiz. 12 yaşda, 24 yaşda, 36 yaşda və 48. Baxın, siz bu dəqiqə tuneldəsiz. 38, 42 arası. Siz nəyisə yaşamısınız, niyəsini hələ başa düşməmisiniz. Və bu nəyəsə insan nail olanda o boşluğa düşür. Bu idimi mənim arzum? Və mən niyə xoşbəxt deyiləm? Və siz bu dönəmi keçirsiniz. Yaxşı olardı ki, bu dönəmi düzgün keçirsiniz. Ona görə ki, üzr istəyirəm, insanlar düzgün keçməyəndə 45-də çox vaxtı partlayış olur. 45 görürsünüz, bu 9. 9 Allahla təmasda. İminə bu dönəmdəsiz siz. Və bu dönəmdə qeyri-adi hərəkətlər eləmək lazımdır. Baxır, siz nə vəziyyətə düşmüsünüz, hansı səbəbdən siz bu vəziyyətə gəlmisiniz və hansı arzularınız hələ ki ürəkdədir. Ona görə ki, sırf bu dönəmdə insan deyir, ayda həyatım keçdi, amma mən hələ də arzuma çatmadım. Dedim, olacaq, o Novruz bayramda. Allah qoysa, inşallah olacaq. Hələ olacaq qalıb arzum. Ya da insanlar olur, amma yenə də o arzusundan, o arzu əlinə gələndə o arzusundan zövq almır. O ruhən sevinmir. Bu dönəmdə, sırf bu dönəmdə insan dirənir. Dirənir, boşluğa düşür. Başlayır axtarmağa həyatın mənası. Hər şey mənasız gəlir ona.